Əziz həmkarlar, mən hamınızı salamlayıram. Bildiyiniz kimi musiqi məktəblərinin müəllimlərinin attestasiyasına başlanıb. Mən bütün həmkarlarımıza uğurlar arzulayıram. Bizim işimiz sazdır, sözdür. Sazla bağlı müəyyən narahatçılıqlar oldu, müəyyən suallar yarandı. Bilirsiniz ki, belə bir proqram da bütün məktəblərə göndərildi. İndi bu işin içində olduğumuza görə, universitetdə də dərs dediyimizə görə, vallahi nə deyim, rayondan belə zəng vuranlar olur, müəyyən şeyləri maraqlananlar olur. O qədər belə zənglər gəldi ki, mən artıq belə qərara gəldim ki, bildiklərimdən müəyyən bir izahlar verim, müəyyən bir video çəkim ki, həmkarlarımıza az da olsa bəlkə bir xeyrimiz dəyə bilər, bəhərimiz dəyə bilər və bu məsələlər onlar üçün də anlaşılığı olduğu zaman bəlkə onlar daha da bir psixoloji cəhətdən də özlərini hazırlıqlı hiss edirlər. Yəni məqsədimiz burada səmimi bir video çəkib əziz həmkarlarımıza göndərməkdir ki, yararlansınlar bildiklərimizdən. Məsəl üçün belə bir proqram musiqi məktəblərinə gəlibdir. Bax, ən birincidən başlayayım. İnanırsınız, bunun da məsəl üçün sualı yaranır. Bəzən mən haqlı da sayıram o sualı yarananlara. Yazılır ki, sazda 3 əsərin. Bu artıq biraz sual yaradır ki, 3 əsər deyərkən, axı bizim dilqəmimiz, ruhanimiz, misrimiz əsər deyil, bu aşıq havasıdır. Burada yazılır 3 əsərin. Bəzi müəllimlər belə fikirləşir ki, biz olmaya gedib orada 3 əsər çalmalıyıq. Xeyr. 3 əsərin sonra tire qoyulub aşıq havası. Yəni burada 1. Əslində heç olmasa burada bir yazılsaydı anlaşılır olardı. 3 əsərin nəyin? 1. Aşıq havasının vokal və ya instrumental. Bu oxumaqla da ola bilər. Elə adam var, səsi yoxdur, sırf instrumental da çala bilər. Bir aşıq havası. Və bəhər başdan deyim ki, bu qərb aşıq havası nəzərdə tutulur. Ruhani, dilqəmi, misri, qaraçı və s. 2. Və yaxud ki 3 əsər demişdik. 2. Bəstəkar əsəri. Hər hansı bir bəstəkar əsərini sazda çalğısı. Sonunda da yazıblar ki, konsertmeister vacib deyil. Yəni belə çıxır ki, onda o saz müəllimi sadəcə sazın partiyasında gedib orada ifa edə bilər və ya özünlə konsertmeister aparıb orada çalsa bəlkə də daha yaxşı olar. Bəstəkar əsəri. Üçüncü də aşıq mahnısı, yəni Şirvan mühitinə məxsus bir aşıq mahnısı. Əlavə olaraq istəklə dastan da ifa oluna bilər. Konsertmeisterin müşayiəti məcbur deyil. Görürsünüz, burada yazır. Dastan da ifa eləmək deyəndə orada durub təbii ki, o boyda vaxt da yoxdur ki, dastan danışasan. Kiçik bir epizodik nəsə bir şey, əgər dastan qabiliyyətin varsa, onu da nümayiş elətdirə bilərsən burada yazdığına görə. Amma bildiyimiz kimi musiqi məktəblərinin proqramında dastan yoxdur. Amma bir aşıq sənətkarı kimi, bu ixtisasçı kimi bilməliyik də, dastanlardan da məlumatımız olmalı. Deməli, birincini aydın elədik. 1. Qərb aşıq havası, 2. Bəstəkar əsəri, 3. Bir Şirvan mühitinə məxsus mahnı, Şirvan mahnısı. Keçirilir 2. Verilən əsərin üzdən oxunması və təhlili. Burada hətta imtahana gedən müəllimlərimiz belə bir şey dedilər ki, təhlili adətən apardığımız, orada ifa elədiyimiz əsərin üzərində daha çox istəyirdilər. Amma üzdən oxunması nədir? Məsəl üçün, ən qısa bir əsəri açıram. Siz gedibsiniz, müəllimsiz, imtahan verirsiniz. Orada bir bəstəkar əsərini çaldınız, qutardınız. İndi üzdən oxunma o deməkdir ki, gətirdilər notu, qoydular qabağına, dedilər müəllim, burada bir izah elə görək nə var, nə yox. İndi mən kiçik təhlil məsələsini burada izah eləyəcəm. Əgər sizin ifa elədiyiniz əsərin üstündə təhlil istəsələr, o əsərin üzərində və ya orada göstərdikləri əsərin üstündə olsa, müəyyən məlumatınız olsun ki, bu nədən ibarətdir? Bax, burada var forma, quruluş. Hər bir əsər müəyyən quruluşlardan ibarət olur və o quruluşların məzmunsu hamısı yığılır, son nöqtədə əsərin bir formasını meydana gətirir. Forma, əslində çox vaxt forma və quruluş sinonim söz kimi də gedə bilir. Biz Əfrasiyab Bədəvəlinin izahlı lüğətinə baxanda da görürük. Elə musiqi formasında deyəndə orada yazılır ki, quruluşu nəzərdə tutulur. Amma
lap dərinə gedəndə quruluş formadan daha kiçik anlayışdır. Və indi izah edəcəm. Burada var, elə yeri gəlmişkən ibarə cümlə. İbarə cümlə var. Bu nədir? Bax, biz bu xanələrin hər birinə motiv deyə bilərik. Mi, 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 si, mi, fa, sol. 2 dənə motivdir. Mi, 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 si. Bu bir motiv. Mi, fa, sol. Bu ibarədir. 2 motiv birləşdi, ibarəni yaratdı. Fa, sol, la, sol, fa, mi, re, do, si. Artıq bir cümlə bitdi. Artıq bir cümlə bitdi. Bax, sazla da göstərim. Məsəl üçün. Bu nədir? İbarədir. Bunun dalınca hamısını birlikdə çalsaq. Bu cümlə yaranır artıq. Sonra davam edir. Bu tonikada tamamlandı. Mi, si, mi. 2 cümlə birləşəndə ən kiçik forma olan period formasını əmələ gətirir. Period formasına dövr də deyilir. İbarəyə fraza da deyilir. Yəni, ibarə və ya fraza birləşir, cümləni yaradır. 2 cümlə birləşir, bir dövr, bir periodu yaradır. Sonra növbəti davam edir fadan. Gedir, sonra da baxırıq ki, bunun axırı da gəlir, başqa bir periodu ortaya qoyur. Yəni, bu kiçik bir əsər 2 perioddan ibarətdir. Motivlər birləşir, ibarəni yaradır. İbarələr birləşir, cümləni yaradır. 2 cümlə birləşəndə bir dənə periodu ortaya qoyur. 2 dənə period artıq bir dənə əsərin əsasını təşkil edir və bunun hamısının məzmunundan ortaya forma meydana çıxır. Bunlar da bax, quruluşlarıdır. Bu dediyim o cümlələr və ya o period, o ayrı-ayrı quruluşlardır ki, quruluşlar birləşir, formanı, yekun bir nəticəni ortaya qoyur. Bu əsərin, bax, görürsünüzmü? Əslində forma məsələsi elə bir dərin bir mövzudur ki, indi hələ kiçik bir əsərin üstündə bu qədər vaxt lazımdır. Hətta bu iki period forması birləşdi, yaxşı, nə çıxdı ortaya? Məsələn, mən buna deyirdim, sadə 2 hissəli forma. Sadə 2 hissəli forma. Digər müəllim də dedi ki, burada müəyyən sadə 2 hissəli forma olması üçün 4-cü cümlə birincinin təkrarı olmalıydı. Buna biz mürəkkəb period forması da deyə bilərik. Sadə 2 hissəli formaya da yaxınlaşır. Nəzəriyyələr arasında baxıram ki, kiçik bir əsərin üzərində müəyyən fikir haçalanmaları yaranır. Yaxşı, bu saz müəllimi gedib orada böyük bir əsər salandan sonra bu boyda dərin mövzunu orada necə açıqlaya bilər? Mən ümid edirəm ki, o boyda dərinliyinə gedib onu tələb eləməzlər ki, sonunda sən bu formanı izah elə. Amma hər halda bu müəllimlərimiz məlumatda olsun ki, ibarə nə idi, cümlə nə idi və bunlar birləşəndə ən kiçik forma nədir? Period. En azından deyirsiniz ki, cümlələr, ibarələr birləşdi, cümləni yaratdı, cümlə də birləşdi, periodu yaratdı və periodlardan ibarətdir. Quruluşlarını verə bilərsiniz əsərin. Əsərin gəlir tanallığı. Bax, bu tanallıq açarın yanındakı işarələrə baxırıq. Si bemol, mi bemol, la bemol. 3 işarəli qammaları biz gözümüzün önünə gətiririk. Baxırıq ki, mi bemol ilə başlayır, mi bemol ilə də bitir. Bu deməli mi bemol major qamması. Mi bemol major qammasının paralel minorda do minordur. Mi bemol major qamması nədir? Hər bir qamma ilk başlanğıc səsinin adıyla adlanır. Məsələn, do major qamması deyəndə bu do tonallığından olan qamma nəzərdə tutulur. Bu əsər mi bemol tonallığından olan mi bemol major qammasına əsaslandığı üçün bunun tonallığı nədir? Mi bemol major. Tonallığı da onun nəzərdə tutulur. Burada var indi aplikatura. Aplikatura nədir? Barmaqların düzgün qoyuluşu. Məsəl üçün, mən bunu belə düzgün hesab elədim. Elə müəllim olar ki, bu aplikatura dəyişkənliyi yaratdı. Bu aplikatura da bu barmaqların, sazın özünün öz spesifik aplikaturası var. Bunu mən həmişə də demişəm, yenə də deyirəm.
tardakı aplikaturanı gətirib kör-körənə saza tətbiq eləməklə biz heç yana gedə bilmərik. Sazın öz xüsusiyyəti, öz spesifikası var. O cümlədən aplikatura prinsipi ciddi məsələdir. Saz ifaçılığı üçün. Elə şagirdlər görürük, elə müəllimlərin şagirdləri ortaya çıxır, baş barmaqdan istifadə edə bilmir. Mən deyirəm ki, bir şagird baş barmaqdan istifadə edə bilmirsə, o nəinki aşıq, heç sıravi saz ifaçısı da deyil. Çünki saz ifaçısı baş barmaqdan istifadə edir. Bunlar nədir? Aplikatura məsələlərdir. Bax, ştrixlər, açarlar. Açarlar, müəllim məsələdir ki, açar indi var, tar açarı, tenor açarı da, tar açarı da deyirlər. Pianinonun sol əlinə bas açarı deyirlər. Amma bizim sazın tədrisində, bizim saz məktəbi dərsliyində də vurğulanır ki, bütün əlimizdə olan materiallarda kaman açarı, sol açarından götürülür və bizim sazda istifadə edildiyimiz açar nədir? Kaman açarı. Yəni bas açarı, tar açarı sizi çaşdırmasın. Bizə lazım olan sol açarıdır. Yəni kaman açarı da deyirlər, sol açarı da deyirlər. Açarımız da odur. Ölçülər. Ölçü nədir? Ölçü burada 4'te 2'dir. Bax, 4'te 2 olduğu zaman 1 və 2 və xanə, bir xanə içi 2 vəyə bərabərdir. 2 dənə çərəyə bərabər. Ona görə ölçümüz nədir? 4'te 2 ölçüdür. Lad. Lad sözü əslində musiqidə bu belə qəbul olunmuş bir fikir var. Lad sözü son vaxtlarda məqam sözündən muğamla qarışdırmayaq. Düzdür, məqamları Üzeyir Hacıbəyli muğamların adından götürüb. Segah məqamı, rast məqamı. Məqam o segahın o fəqərə sütunudur, o səs sırasıdır. Muğam isə o segahın improvizasiyalı ifa formasıdır. Və bu lad deyəndə bizim dildə məqam başa düşülür. Lad, məqam sinonim sözlərdir. Bu da bayaq çağırdım. Bu nəyə istinad elədi? Burada bir rast məqamı var. Orta, sazın orta pərdə kökündə ifa olunur. Bu əsərin məsəl üçün ladlı məqamı nədir? Rast məqamına denk gəlir. İşarələr, melizmlər, bunların indi görürsünüzmü? Bax, bunun hamısı bu işarələrə gedir. Piano çağırırıq, forte çağırırıq. Biri var açar işarələri. O zaman si bemol, mi bemol, la bemol. Bunlar nəzər. Bir də var işarə axıb geniş bir ifadədir, geniş məzmunlu ifadədir. Buradakı fortedir, pianodur, segnodur, sonra voltadır. Bunların hamısı işarədir. Bunlar voltadır. Birinci volta, burada ikinci volta. Bu deməkdir ki, birinci dəfə gələndə biri çalırıq, reprizaya görə qayıdırıq əvvələ. İkinci dəfə gələndə bir çalınmır, keçirik ikiyə, ikini çağırırıq, biri təxirə çağırırıq. Bu da bir işarədir, voltadır. Segno, məsəl üçün ən sonda varsa, başdan bir də təkrar elə deməkdir. Bu segnodur. Segno axırda yazılıb, deyir ki, əvvəlinə qayıt, bir də təkrar. Bütün bunlar nədir? Əsərin, sizin qabağınıza qoyulacaq əsərin işarələridir. Melizmlər, mardent var, trel var. Bunlar melizmlər kimi gedir. İbarə cümlə bayaq nəzərdə tutduq. Və burada məsəl üçün tembr də var. Tembr, biz bir növ belə loru dildə desək, səsin rəngidir. Tembr. Məsələn, sazın öz tembri var, tarın öz tembri var. Bax, qonşu otaqdan bir dənə bir dəqiqə səs gəlsin, çalınsın. Biz heç onu gözümüzlə görməsək də deyəcək ki, orada tar çalırlar və ya pianino çalırlar. Hər alətin öz tembri var. Hər insanın da öz tembri var. Bizi çöldən heç içəri girmədən kimsə səsləsə, onun səsindən deyərik, bu filan kəsdir. Onun o tembri bizə onu xatırladır ki, filan kəsdir. Tembri də bu formada başa düşür. Terminlərdəki, burada məsəl üçün adca sürət, temp, allegro, tez tempdir də. Terminlər, elə dediyimiz bunlar termin deyilmi? Forte, allegro, ən çox da İtalyan sözlərindən götürülmüş sözlərdir ki, bunlar terminlərdir. Və üstəgəl də bizim aşıqlığın da öz terminləri var. Baş pərdə, şah kök, bunlar da bir termindir. Və onu da deyim ki, əgər istəsələr birdən ehtiyac olsa, aşıq havasının da təhlili var. Onu da deyim, hələlik bir videonu yekunlaşdıraq. Bax, aşıq havasının, məsəl üçün, dilqəmi havası ifa edirsiniz. Bəlkə deyir ki, müəllim, başlamadan öncə bir-iki fikir bildir bu hava ilə bağlı. Onu da məsəl üçün deyirəm. Deyirsən ki, dilqəmi havası bizim
klassik aşıq havalarından biridir. Baş pərdə kökündə ifa olunur və güman olunur ki, bu havanı Aşıq Hüseyn Şəmkirli yaradıbdır. Amma Yahya bəy Dilqəmin adına həsr edibdir. Bu lirik məzmunlu havalardandır. 4'te 2 ölçüdür. Bu və qoşma şeir baş pərdə kökündə ifa olunur. Dilqəmini oxuduğumuz zaman qoşma şeir formasından istifadə olunur. Bu oldu havanın təsviri, təhlili və başlayırsınız ifaya.